Emin Ağalarov heç bir yerdə düzəməlli oxuyan adam deyil. Onun cəmi bir dənə şeyini mən görəcəm. O nə qanır oxumaq nədir? Sadəcə o Rus qızları bundan ötəri ölsün. Pul buraxıblar. Rus qızları, oğlanları, yeniyetmələr bundan ötəri ölsün. Emin daşsın, İsrailin gücü ilə daşsın Epstein adalarına. Amerikaya kim prezident gəlirsə İsraildən qorxur. Hər yerdə İsrail 1000 dəfə Rusiya bazalarını vurubdur. Putin niyə bir dənə güllə atmayıb? Bir dənə qarşılıq verməyib? Yeganə adam bağışladı Putin kimi? Araz Ağalarovu Emini bağışladı. Mardarin Plus özünün çıxışını çoxunuz izləmişsiniz AST Telman. Deyir ki, Rusiyada qazandığını Türkiyəyə yatırıma qoymuşsan, ölüm hökmümü verdi. Nə qədər yalvardım. 1 milyarda qədər Türkiyəyə sərmayə qoydu deyə AST Telman ölüm hökmünü verdi. İlham Əliyev onu qaçırtdırdı. Montenegroya apardı. Putin heç vaxtı bağışlamır. Putinin kitabına bağışlama söhbət yazılmıyor. Yaxşı sonra ortaya çıxır. Niyə Araz Ağalarov bağışlayır? Niyə Emini bağışlayır? 5 milyarda qədər Bakıda Sibrizə yatırım eləyib. Sibriz Özbəkistan tikir. Sibriz Mingəçevir tikir. Sibriz Lənkəran tikir. Hələ çox mediada da yayımlandı ki, Rusiyadan sərvətini daşıyır Azərbaycana. Yaxşı, niyə bağışladı? İlham Əliyevin qızını aldı, cüt-cüt doğuzdurdu. Sonra qızını boşadı. Sonra İlham Əliyevin yanında, hətta arvadının belə böyründə yer aldı. Niyə bu qədər peysərliyi boynuna aldı İlham Əliyev? Bunun bir cavabı var. Bir həftə 10 gün bundan qabaq Epstein fayllarının dünyanın böyük Guardian kimi, BBC kimi media mərkəzlərində Epstein adalarına gedən uşaqlar Rusiyadan gedibdi. Emin Ağalarov və onun adamları daşıyıb ora. İlham xəbərdardı bundan. Emin Ağalarov təzdən qucaq açdı İlham Əliyev. İlham Əliyev bildi ki, dünyanın böyük güclərinin kasetini çəkən, o uşaqları daşıyan, kaset çəkən Yahudi lobbisi Emin Ağalarovdan istifadə edibdi. İlhamın ənində sonunda Eminə ehtiyacı olacaq. Dünyanın gücləri İlhama niyə dillənmirdi? İlhamın sadəcə qələmi qırıldı haçan. İlham Əliyev bu sirlər Epstein fayllar və digər sirləri İlham Əliyev ortaya çıxardanda İlhamın qələmini qırdılar. İlhamın ağzı çırıqdır. COP29 Azərbaycana veriləndə sırası nə dedim mən? Dedim ki, COP29 Azərbaycana verildi. Ya keçirilməyəcək, ya da boykot olacaq. Dedim mi? Həmən ərəfədə 5 gün sonra dedim mi ki, Rockefeller ailəsi qələmini qırdı. Rockefeller ailəsinə ən yaxın ailə Soros ailəsi qələmini qırdı. Dedim mi mən bunları bircə-bircə? İtaliyanın gəldi, o da Vatikan'a da yardım edir orada. Bütün o kilsələri bunlar düzəldir deyə gəldi və incidi getdi. Erdoğan gəldi, bir dənə o da incidi getdi. Bundan əlavə də Pakistan gəldi, 50 dənə metallol təyyarə almışdı. Ona görə mən də olsam gələrdim. Başqa özünü tanıyan bir dənə ölkə gəldi mi? Gördünüz mü COP29'da? Çünki İlhamın qələmi qırılmışdı. Və mən dedim, mən haqlı çıxdım. İran nə qədər Rusiyaya yardım eləyibdi bu savaşdan bəri. Onun hamısını yıxsaq bir yerə heç 10 milyard dollarlıq eləmir. Amma təkcə İlham Əliyevin Koral Enerjisi bir ildən artıq vaxt ərzində 175 milyard Rusiya neftinin qazını satıb Rusiyaya xeyir veribdi. Belarusiya Rusiyaya heç bir xeyir verməyib. Lukashenko'ya görə nə boyda sanksiyalar veriblər. Amma Rusiyanı ayaqda saxlayan, Putinə savaş pulu verən, onun neftini qazını satan, kara yolundan, dəniz yolundan, hava yolundan sanksiyalar dələn yeganə adam İlham Əliyevdir. Niyə İlham Əliyevə cəza verilmir? Çünki İlham Əliyev Yahudi lobbisinin dəstəyini alır. O Yahudi lobbisinin ki, Emin Ağalarov, Araz Ağalarovdan istifadə eləyərək, Epstein'ə Rus qızlarını, oğlanlarını göndərərək bəzi prezidentlərin kasetini çəkirlər. Şey deyim, ay millət, ay qardaşlar, millət, nə qədər cinayətkarlar var, hamısını türmədən buraxdılar, ay millət. Ay millət, baxın, Range Rover'lə 4 nəfərin ölümünə səbəb olan bax, bu da buraxıldı türmədən. Nə qədər amnistiya adı altında İlham Əliyevin sonudur. Amnistiya adı, mən bilirəm İlham Əliyev 26'da gedir, özdə necə gedir onu mən bilirəm. Amnistiya verdilər o adamlara ki, onların hamısının pulunu yığdılar. Bir neçə milyard pul yığdı İlham Əliyev. Ala bax, ala, bütün cinayətkarları buraxdılar. 4 nəfər ala, Range Rover'lə 4 nəfərin üstündən keçən, bax, ala. Ala, İlham Əliyevin sonudur deyə. Türmədə nə qədər yatan pullu cinayətkar adam varsa hamısını buraxdılar. Bir dənə kasıb, bir dənə pulsuz adam buraxılmayacaq. 2000 olacaq, 3000 olacaq. İlham Əliyev 20 min deməklə 20 minə heç nə olmayacaq. Sadəcə pulumu ver lazımdır, 20 min adam da çıxacaq çölə. Bax, bunu demək istədilər. Bundan əlavə, bu İlham Əliyev bir namus köpək oğlu itdən əmələ gələn. Bax, ala bax, ala. Almaniyalı deputat İlham Əliyevdən rüşvət aldığına görə həbs edildi. Ala baxın, ala baxın. Baba, Azərbaycandan rüşvət alan İlham Əliyevdən keçmiş Almaniyalı deputat həbs edildi. Ala baxın. Münxen Ali Əyalət Məhkəməsi keçmiş deputat Aksel Fischer barəsində həbs qərarı çıxarılıbdır. Münxen məhkəmənin sədri hakim Jochen Böslün bildirdiyinə görə Aksel Fischer Bad Zekenken orada hansı şəhərdə bir klinikada saxlanılıb və Münxendəki məhkəməyə gətirməli idi. Biz bu eskalasiyadan məmnuniyyətlə qaçardıq, amma bizim baxışın, yəni bu belə bir yazıdır, uzun bir yazıdır budur. Meydan TV paylaşıbdır, baxa bilərsiniz. Baxın, Zəki dayı, nə qədər cinayətkar var, türmədən buraxırlar. Nə qədər cinayət törədən məmur, korrupsiyaner məmur var. Hamısı pullu verib çıxır. Çox güman ki, Rövşən Əkbərovda yaxşı pulu var, o da çıxmalıdır, amma niyə çıxartmırlar? Çünki Rövşən Əkbərov biraz qorxurlar elə. Çünki demişdi ki, bu poxu xalqın başına mən açmışam, bu poxu mən də təmizləyəcəm. O sözə görə çatdırıblar, ona görə basıb.